Uşaq qoy görsün dərsə də qardaş. Dur. Mən dərsə getmək istəyirəm. Bu geçsin başını görün. Bu geçsin gördün keşke. Bu geçsin değil mi? Atan anan. Uzaq vurulur, görürəm çarımı. Get valideynimi götür. Bak bu geçsin. Mən valideynəm. Müəllim haqqı Müəllimdən üzr istəməlisən, şagirdlərdən üzr istəməlisən. Hər halda sənin valideynin gəlməlidir bura. Müəllim haqqı Get valideynimi götür ki. Mənə deyirsən məhv eləyərəm, mən də ona cavabını vermişəm. Get valideynimi götür. Sizə keçsədə uşaq bu dərsdə, uşaq dərsdə yandırırsınız axı. Bu həngamə Atmışsan özü atarsan o da. Əsəbə. Səndən xahiş edirəm. Geç. Məktəbin direktoru qaçır Sən sen Neyse be. Atmışsan ortalığa. Keç. Baskın eləyirlər. Baskın eləmirsiniz. Qardaş, uşaq dərsdə keçsin. Kim baskın eləyir? Sən deyirəm ki, xahiş edirəm. Uşağı təhsildən yayın deməyin. Səhəri. Gəl dedim, o get söylə. Dərsimə gedirəm, mən. Get. Dərsinə. Gəl dedim, məni məcbur eləmə. Qardaş, uşağı burax içəridə. Get valideynimi götür. Xahiş edirəm. 102 vermə məcburiyyətini qoyma məni. Qoy nə məcburiyyətində? 102 vermə məcburiyyətini qoyma məni. Tənəffüs oldu mu? Mən bu? istəmirəm. Hə, uşaq çölə çıxmadı, qoymadılar. Qardaş, xahiş edirəm uşağı dərsdən yayın deməyin. Qoy uşaq dərsdə təmin olunsun. Dərsinə. Səndən bir böyük kim xahiş elədim ki? Yox, yox, sənin ixtiyarın yoxdur. Sən burada uşaq qoy dərsinə keçsin. Ha bu geçsin dersin. Uşaq qoy dərsin. Söyle. Çək. Hə. Baxın. Ağdam rayon 1-ci yüzbaşılı kəndində bax vəziyyət budur. Baxın, bax. Baxın, şagird içəri buraxmadılar. Polas şagirdi çöldə qoyublar. Mən buradan təhsil nazirimizə səslənirəm. Deyirəm ki, bu öz başınalığa son qoysun. Məni məktəbə buraxmırlar. Mənə təzyiq göstərir mühafizəçi buran. Mənə təzyiq göstərir. Sinifə qoymur girəm. Niyə buraxmır? Səbəb nədir ki? Səbəb odur ki, müəllimlə mübahisəm düşür. Müəllim mənə təhqir edici söz deyir. Mən də qayıdıb ona cavab vermişəm. İndi də məni qoymurlar ki, deyir niyə cavab verməlisən, üzr istəməlisən. Nəyə görə üzr istəməliyəm?